Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi baş verib, hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ərazi nəzarətə götürülüb, araşdırmalar aparılır. Sürüşməyə səbəb nədir? Təhlükə hələ də qalırmı? Əməkdaşımız Nurlan Şiraliyev təfərrüatlı sujet hazırlayıb, bu barədə izləyək. Xətai rayonunda torpaq sürüşməsi yaşayış binalarının bir neçə metrliyində qeydə alınıb. Biz evdəydik, bərk səs gəldi. Pəncərədən baxdıq ki, torpaq sürüşür aşağı. Möhkəm səs gəldi. Mən birinci qorxdum, elə bildim zəlzələ olubdu. O dərəcə möhkəm səs gəldi. Xoşbəxtlikdən həmin vaxt uşaqlar həyətdə olur, amma həyətin digər hissəsində oynayırdılar. Bura çox təhlükəli bir yerdir. Hər vaxtla biz gözləyirik ki, ora sürüşə. Burada uşaqların oynayan yeridir, maşınların dayanan yeridir. Maşın dayananda insan içində olur. Biz özümüz bu dəqiqə dayandıq, qorxa-qorxa. Hansı ki, gəlmişik 4-5 saatlığa otura bilmədik. Gəldik, uşaq edirdi. Onu da götürürük, çıxırıq buradan. Hadisə ötən gün axşam saatlarında dayandığım bu ərazidə Gəncə prospekti 29 ünvanında baş verib. Torpaq sürüşməsi nəticəsində binanın həyətində park edilən bir neçə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Sual yaranır. Torpaq sürüşməsinə səbəb nədir? Ərazidə yenidən sürüşmə baş verə bilərmi? Sakinlərin sözlərinə görə ərazidə torpaq sürüşməsi ilk dəfə baş vermir. Əvvəllər də oxşar hallar qeydə alınıb. Baxmırlar, neçə dəfə müraciət eləmişdik ki, bura beton tökülməlidir, stayaqlar vurulmalıdır, bunun qabağı alınmalıdır. Birinci hadisə deyil, bundan qabaqda neçə dəfə maşın əzilib burada. Əzilən avtomobil sizin avtomobil? Bəli, mənim avtomobildir. Heç bir şey ələ gəlmir, heç bir şey. Usta da gətirdim, baxdım, dedi ki, bu heç nəyə yaramır, heç nə də eləmir, mümkün deyil buna. Təxminən nə qədər ziyan? 40 min. 42 min almışam bunu mən. Coğrafiya İnstitutunun şöbə müdürü Ənvər Əliyevin sözlərinə görə sürüşməyə səbəb torpaq qatının zəif olması və istinad divarının torpaq qatından aşağı inşa edilməsidir. Əvvəllər oraya dren qoyulmalıdır ki, arxadan gələn ki, sular var. Onlar axıb o drenden çıxmalıdır ki, su dayanıb orada problem yaratmasın, sürüşdürməsin onu. İndi dren qoyulmayıb, heç olmasa onun bir metrədə, metrə yarımda qaldırmaq lazımdır ki, arxadan gələn o axın onun üstündən aşıb gəlməsin. Həmişə baryer o torpaqdan hündür olsun ki, oraya yığılıb topalansın və altdakı sular da oradan çıxsın. Məsələ ilə bağlı Geoloji Kəşfiyyat Agentliyindən bildirildi ki, sürüşmə yaşayış binasından 25 metr aralıda, hündürlüyü 12-16 metr, uzunluğu isə 140-150 metr olan yamacın 28-30 metrlik hissəsində qeydə alınıb. Sürüşmə torpaq sahəsinin kəskin islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş vermişdir. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Təhlükəli hissə lentlə bağlanıb. Qeyd olundu ki, cari ilin 11 aprel tarixində baş verən uçqundan sonra ərazidə istinad divarının tikintisi ilə bağlı layihə hazırlanıb. Layihənin icrasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. Nurlan Şiraliyev, Elşən Əhmədov, ATV Xəbər.